Yox. Hə. İlk sualımızı çəkdi İlahə. İlahə, uca səslə zəhmət olmasa oxu. 5-ci əsrdə Səlcuqlar dövləti süqut etdi. Aha. 12-ci əsr. 12-ci əsrdə bəli, süqut etmişdi. Aha. Saat əqrəb istiqamətində gedirik. Ona görə də növbəmiz Zəhradadır. Hə, İlahə, zəhmət olmasa oxu onu. Xətti yəqin ki, oxuyabilir. Birinci mənbələr hansılardır? Hə. Şəkillər, dastanlar, yazılar. Aha. Növbəti. Aylin, zəhmət olmasa sualı uca səslə oxu. Daş dövrü neçə yerə bölünür? Bəli, daş dövrü neçə yerə bölünür? Hansılardır indi? Daş dövrü 3 yerə bölünür. Uca səslə. Tunç, daş dövr. Paleolit, mezolit, neolit. Bəli, paleolit, mezolit, neolit, çaşma. Kimin xəttidirsə Səma oxuya bilmir. Mixail ləqəbi ilə tanınan şəxs kimdir? Bəli, indi Mixail ləqəbi ilə tanınan şəxs kimdir? Mən Mixail. Hı. Buyur. Buyur Məhəmməd. Mən Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə. Aha. Səma bu sualı bilmədi, eybi yox. Növbət onlardadır. AXC neçənci ildə süqut etdi? 2020-ci ildə aprel 28-ci. Bəli, düzdür. Növbə Əlidədir. Sipolik tikillər nədən tikildi? Aha. Nədən tikilmişdi? Bəli, qaya daşlarından, qaya parçalarından düzdür. Sıra növbəmiz Yusifdədir. Gürcüstan müqaviləsinin